Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda Sarsılmaz Qardaşlıq 2025 kompüter dəstəkli komanda qərargah və Mustafa Kamal Atatürk 2025 döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilir. Konkret AS xəbər verir ki, əlahiddə ümumqoşun ordunun qərargahından hərəkətə başlayan bayraq taqımı sədərək sərhəd keçid məntəqəsinə Araz çayı üzərindəki Ümid körpüsünə doğru yürüşə başlayır. Eyni zamanda Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğu-Bəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. Ətraflı Ümid körpüsündə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd keçid məntəqəsindən Naxçıvana yola düşüblər. Təlimin planına əsasən tank mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər. Qeyd edək ki, Ukrayna ilə vaxt uzatmağa yönələn və kapitulyasiya tələbindən başqa heç bir mahiyyət daşımayan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Putinin köməkçisi Vladimir Medinski ötən gün işğal olunmuş Ukrayna ərazilərini Qarabağla eyniləşdirib. Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə Rusiyanın işğal etdiyi Ukrayna əraziləri Red Böyük Qarabağa çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək. Medinski əlavə edib ki, Moskva heç kim tərəfindən tanınmayan Böyük Qarabağ yaradılmasını istəmir. Buna görə də biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik. Yəni Medinski həm də demək istəyir ki, ermənilər zamanında səhv edib. Onlar Qarabağ erməni işğalında olarkən bu qondarma qurumun və işğal olunmuş ərazilərimizin tanınmasına nail olmalı idi. İndi isə işğalçı Rusiya Ermənistanın bu səhvini təkrarlamaq istəmir. Ən əsası isə Putinin köməkçisi Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını, ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alır.